Salam əziz izləyicilər. Bu gün biz sizə sözün tərkib hissələri, kök və şəkilçi haqqında danışırıq. Başlayaq. Deməli, kök sözün ayrılıqda işlənə bilən və müstəqil leksik və qrammatik məna daşıyan hissəsinə deyilir. Kökün işarəsi budur. Şəkilçi isə sözün ayrılıqda işlənə bilməyən, müstəqil leksik məna daşımayan, yalnız kökə qoşulduqdan sonra məna yaradan hissəsinə deyilir. Şəkilçilər həm leksik, həm də qrammatik ola bilir. Leksik şəkilçinin işarəsi budur, qrammatik şəkilçinin işarəsi isə bu işarədir. Bu haqda biraz sonra geniş danışacağıq. Deməli, şəkilçilər müxtəlif qruplara bölünə bilirlər. Bu da nə ilə bağlıdır? Nəyə görə biz bu şəkilçiləri müxtəlif qruplara bölürük? Biz bunları mənasına görə bölə bilərik. Leksik və yaxud da qrammatik şəkilçi olaraq mənasına görə biz bunları bölə bilərik. Deməli, leksik şəkilçiyə və qrammatik şəkilçi qrupuna. Yazılışına görə bölə bilərik. Yazılışına görə. Bunlar 1 variantlı, 2 variantlı və 4 variantlı şəkilçi qrupuna bölünür. Sonra biz bunları bölə bilərik mənşəyinə görə. Bunlar milli və alınma şəkilçilərdir. Və biz bunları qoşulma yerinə görə bölə bilərik. Qoşulma yerinə görə. Yəni, şəkilçilər sözün hansı hissəsinə qoşulur? Söz önü şəkilçilər və söz arxası şəkilçilər ola bilirlər. Söz önü və söz arxası. Bu qruplara bölə bilirlər. Ümumiyyətlə, indi danışaq biz nədən? Leksik şəkilçidən və qrammatik şəkilçidən. Əvvəlcə qeyd edək ki, şəkilçilərin qrammatik mənası var. Baxın, biz deyə bilmərik ki, şəkilçinin mənası yoxdur. Xeyr, şəkilçilərin qrammatik mənası var və biz qeyd etdik ki, yazılışına görə şəkilçiləri biz, daha doğrusu leksik mənasına görə şəkilçiləri biz leksik və qrammatik deyə 2 qrupa böldük. İndi danışırıq leksik şəkilçilərdən. Leksik şəkilçilər. Leksik şəkilçilər, deməli, bunun işarəsi qeyd etdik ki, baxın, bu işarədir. Bunların xüsusiyyətləri var. Əvvəla, leksik şəkilçilər sözün mənasını dəyişdirə bilir. Yəni, sözün leksik mənasını dəyişdirə bilir. Sözün leksik mənasını dəyişdirir. Mənasını
dəyişdirir. Yəni biz burada qeyd edə bilərik dəniz və dənizçi. Göründüyü kimi sözün leksik mənası dəyişdi. Yəni dəniz sözü ilə dənizçi sözünün leksik mənası fərqlidir. Çi burada leksik şəkilçi olur. Bəzən deməli sözün qrammatik mənasını, yəni sözün nitq hissəsini dəyişdirə də bilir, dəyişdirməyə də bilir. Baxaq. Sözün qrammatik mənasını dəyişdirir. Hələ ki yazacağım nümunə dəyişdirdiyi nümunələrdir. Məsələn, ağıl və ağıllı. Təbii ki, leksik mənanı dəyişdirəcək. Yəni leksik şəkilçinin xüsusiyyəti budur. Lakin qrammatik mənasını dəyişdirə də bilər, dəyişdirməyə də bilər. Baxaq, burada ağıl sözün köküdür. L isə leksik şəkilçidir. İsimdən nə yaratdı? Sifət yaratdı. Yəni ağıl ismindən biz ağıllı sifət yaratdıq. Deməli sözün qrammatik mənası nə etdi? Dəyişdi. Lakin dəyişməyə də bilər. Yazaq bura. Dəyişməyə də bilər. Dəyişdirməyə də bilər. Belə yazaq cümləni. Məsələn, elə yuxarıdakı söz. Və yaxud da məktəb, məktəbli yazaq. Baxın, məktəb təhsil aldığımız elm ocağıdır. Məktəbli isə məktəbə gedən şagirddir. Bunun leksik mənası dəyişdi. Qrammatik mənası dəyişdimi? Xeyr. Niyə? Çünki biz yenə isimdən isim yaratmış olduq. Bu baxımdan bu sözlərin qrammatik mənası dəyişməlidir. Yəni isimdən isim, sifətdən sifət, feildən feil, eyni nitq hissəsindən söz yaradırıqsa, artıq burada deyəcək ki, sözün qrammatik mənası dəyişməlidir. Yəni leksik məna həmişə dəyişir, qrammatik məna dəyişə də bilir, dəyişməyə də bilir. Sonra davam edək. Leksik şəkilçilər sözün quruluşunu dəyişir. Yəni neynir? Düzəltmə söz yaradır. Sadə sözdən düzəltmə söz yarada bilir. Elə bayaqdan yazdıqlarımız bu nümunələrdən idi. Dəniz, dənizçi, məktəb, məktəbli və s. Yazaq. Sözün quruluşunu dəyişir. Dəyişir. Bu nə zaman olur? Sadə sözdən düzəltmə söz yaradırıqsa. Başqa söz yazaq. Məsələn, L, L və Ç-yə aid söz yazmışıq. Yazaq. Məsələn, T-yə aid söz. Qışqır, qışqırtı. Hönkür, hönkürtü. Və yaxud da ış aid söz yaza bilərik. Tanı, tanış. Tanımaq sözündən tanış ismi yaradırıq. Yəni tanımaq bu feildir. Ş isə ış, iş, uş, üş şəkilsində, deməli ı saati düşmüş formasıdır. Biz nə yaratdıq? Feildən isim. Bu sözün nitq hissəsində dəyişib, təbii ki, quruluşunda dəyişdi. Yəni sadə sözdən düzəltmə söz yaradırıq. Bəzən leksik şəkilçi sözün quruluşunu dəyişməyə də bilər. Testlərimizdə belə suallar da çıxır qarşımıza. Sözün quruluşunu dəyişməyə də bilir.
quruluşunu dəyişməyə də bilər. Bu nə zaman olur? Sözdə onsuz da leksik şəkilçi varsa və yenə leksik şəkilçi artırmışamsa, bu söz onsuz da düzəltməlidir və yenə də düzəltmə olacaq. Məsələn, balıqçılıq. Balıq sözün köküdür. Balıqçı leksik, lıq leksik. Görürsüz, biz sözün quruluşunu dəyişdirmədik. Hansı şəkilçi dəyişdirmədi? Ç dəyişdirdi sözün quruluşunu. Niyə? Sadə sözdən düzəltmə söz yaratdı. Yəni balıq sözü sadə söz idi, isim idi. Ondan balıqçı sözü yarandı və artıq bu oldu düzəltmə. Balıqçılıq isə sözün quruluşunu dəyişməyən şəkilçidir. Burada lıq şəkilçimiz. Niyə? Onsuz da balıqçı sözü düzəltmə sözüydü və bu qoşulsa da yenə də o söz düzəltmə olaraq qaldı. Deməli, buradan belə bir məna çıxır ki, söz sadə sözdürsə və burada leksik şəkilçi işlənməyibsə, yəni yuxarıdakı sözümüz və buna leksik şəkilçi artırırıqsa biz, sözün quruluşu dəyişmiş olacaq. Yox əgər sözdə birdən çox leksik şəkilçi varsa, 2, 3, 4, 5 deyəcək ki, birinci leksik şəkilçi sözün quruluşunu dəyişdi, yəni sadə sözdən düzəltmə söz yaratdı. Digər leksik şəkilçilər isə yox. Çünki onsuz da artıq söz düzəltmədir, yəni yenə də düzəltmə olaraq qalmış olacaq. Bu belə. Sonra leksik şəkilçilər sözlər arasında əlaqə yaratmır. Bunu qrammatik şəkilçi tənzimləyir. Bu haqda qrammatik şəkilçilərdə danışacağıq birazdan. Sonra leksik şəkilçi milli və alınma ola bilir. Milli və alınma olur. Millilər də hansıdır, alınmalar da hansıdır, bunlardan da danışacağıq. 1, 2 və 4 variantlı olur. Həm söz önünə, həm də söz sonuna qoşula bilir. Ümumiyyətlə, leksik şəkilçiyə aid biz biraz nümunələrdən yazaq. Hansılardır leksik şəkilçilər? İsim düzəldən, sifət düzəldən, feil düzəldən, zərf düzəldən şəkilçilərimiz bunlar leksik şəkilçilərdir. Saydan daha çox, yəni saydan yaranır. Demək olar ki, bu həmişə belədir. İndi istisna sözlərimiz var o öz yerində. Əvəzlik də adətən digər nitq hissələrindən yox, elə əvəzliyin özündən düzəlmiş olur. Yəni nitq hissəsi düzəldən şəkilçilərimiz leksik şəkilçilərdir. Məsələn, bunlara yaza bilərik biz nəyi? Hərəsinə aid, yəni ümumi yazacağam. Yaza bilərik çu-çi, çu-çünü, lıq-lik, lıq-lük, iyyət, iyyət yaza bilərik. Şünas. Bunlar bir variantlıdır. Bunlardan da ayrıca danışacağım. Işiş, uşuş yaza bilərik. Tuti, tutu. Unti, inti, untuntu. Dar yaza bilərik. Kar yaza bilərik. Keş. Lan, lən yaza bilərik. Laş, ləş, bu şəkilçilərdən ehtiyatlı olaq, danışacağım bundan da. Bunlar biz bəzən ayıra bilərik, bəzən bütöv götürə bilərik. Feil bölməsində danışmışıq biz bundan. Burada da yenə danışırıq. Casna, cəsnə şəkilçimiz var, zərf düzəldən və s. Bunun sözlərini də göstərəcəm. Bunlar leksik şəkilçilərdir. Deməli, qrammatik şəkilçilərimiz bəs hansılardır? Qrammatik şəkilçilərimiz bunlar
Sözün formasını dəyişdirir. Sözlər və cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Qeyd edək burada qrammatik şəkilçilər. İşarəsi, baxın, bu işarədir. Qeyd etdik ki, bunlar sözün formasını dəyişdirir, sözlər və cümlə arasında əlaqə yaratmağa xidmət edir. Yalnız milli olur, bunların ad içində alınmalar yoxdur. 2 və 4 variantlı olur. Baxın, bir variantlılar yoxdur, bir variantlar leksik şəkilçilər olacaq. Hamısı da ahəngə tabe olur. Bunlara hansılar aiddir? İsimlərdə cəm şəkilçisini biz görə bilirik. Lar. Sonra hal şəkilçilərini görə bilirik. Adlı kalan şəkilçisi yoxdur. Yəlik halda ın, yönlük halda a, ə, ya, yə, təsirlik halda i, u, ü, yerlik halda da, də, çıxışlıq halda dan, dən şəkilçisini biz görə bilərik. Sonra mənsubiyyət şəkilçisini görə bilərik. Birinci şəxsin təkində ım, cəmində ımız, imiz, umuz, ümüz. İkinci şəxsin təkində ın, cəmində ınız, iniz, unuz, ünüz. Üçüncü şəxsin təkində i, u, ü, s, si, su, sü və cəmində də həmçinin. Mən burada qeyd etdiyim şəkilçilərdən, baxın, ın-ini qeyd etdim. Məsələn, ın leksik şəkilçi də ola bilər, feildən isim düzəldən, əkin, biçin, səpin sözündə. Və yaxud da i feildən isim düzəldən şəkilçi olarsa, leksik şəkilçi də ola bilər. Sancı, ölçü, yazı, pozu, çəki və s. sözlərdir. Yəni, şəkilçiyə diqqətli olun. Şəkilçinin mahiyyətinə baxın. Görün sözün mənasını dəyişirmi, nitq hissəsini dəyişirmi, yeni söz yaradırmı, yoxsa yox. Elə şəkilçində üzdən baxdım, leksik və yaxud da qrammatik götürdüm, belə olmaz. Sonra, xəbərlik şəkilçilərimiz var bizim isimlərimizdə. Birinci şəxsin təkində aməm, ikinci şəxsin təkində san, sən, üçüncü şəxsin təkində dır, dir, dur, dür, birinci şəxsin cəmində ıqıq, uqük, ikinci şəxsin cəmində sını, siniz, sunu, sünüz, üçüncü şəxsin cəmində dır, dir, dur, dür, üstə gəl, lar, lər. Biz bu şəkilçiləri görə bilərik. Sonra feillərdə də bizim qrammatik şəkilçilərimiz var. Hansılardır bunlar? Ümumiyyətlə, feillərin feil düzəldən şəkilçilər və feilin növ şəkilçilərindən başqa yerdə qalan bütün şəkilçiləri qrammatik şəkilçi hesab olunacaq. Yəni, bunlarda zaman şəkilçilərini götürə bilərik. Zaman şəkilçiləri elə həm də feilin xəbər şəklidir, bilirsiniz. İndiki zaman ır, olur. Mən bitişdiriciləri yazmıram, yır, yürür. Yəni, o da bilinən bir şeydir. Keçmiş zamanda bizim şəkilçimiz var orada. Mış, miş, muş, müş, dı, di, du, dü. Ibi, bubi də götürək. Sonra gələcək zamanda var acaq, əcək. Bu qətidir. Arər qeyri-qətidir. Ondan sonra şəkillərin şəkilçisini bilirsiniz. Qısa olaraq yenə buradan təkrar keçim. Əmr şəklində var bizim ümum, yəni mən oxuyum, qoy mən oxuyum, mən gəlim, mən gedim. Sonra cəmdə, birinci şəxsin cəmində aqək, biz oxuyaq, biz yazaq, biz gələk. İkinci şəxsin təkində şəkilçi yoxdur. Sən oxu, sən yaz. İkinci şəxsin cəmində ın var burada. Siz yazın, siz oxuyun, siz gəlin, siz gedin. Üçüncü şəxsin təkində sın, sin, son, sünü görürük. O yazsın, o gəlsin və üçüncü şəxsin cəmində sın, sin, son, sün üstə larləri görürük. Onlar yazsınlar, oxusunlar, gəlsinlər, getsinlər və s.
Vacib xəbər şəkli ilə əslində zamanlarda onu yuxarıda qeyd etmişik. Vacib şəklində burada bizim varımızdır malı məli. Lazım şəklində var ası əsi. Arzu şəklində var a, ə, ya, yə. Şər şəklində isə sazə şəkilsini biz görürük. Sonra şəxs şəkilsini görürük. O da bayaq isimdə qeyd etdiyimiz elə demək olar ki, xəbərlik şəkilçilərdir. Sadəcə yəni bəzi yerlərində yüngül dəyişiklik ola bilər. Şəkilçi saytlar hansısa bir artırıla bilər, atıla bilər və yaxud da inkarlıq şəkilçisini görə bilərik biz burada. İnkarlıq şəkilçimizdə mamə şəkilçisidir. Sonra məstər fe'l, sifət fe'li bağlamanın, yəni fe'lin təsriflənməyən formalarının şəkilçiləridir. Bu da məstərin şəkilçisi maq-mək, fe'li sifətdə anəm, mış-miş, muş-muş, tık-tik, tuk-tuk, üstəgələk, mənsubiyet şəkilçisi, as səsi, malı-məli, acaq-əcək. Fe'li bağlamada ıb, ib, ub, ıb, anda, əndə, ara-qərək, arkan, ərkən, madan, mədən, tıqca, dikcə, duqca, dükcə, tıqda, dikdə, duqda, dükdə. Ar, ərmaz, məz, a, ə, qoşa işlənən şəkilçilər və s. Bunların hamısı qrammatik şəkilçi hesab olunacaq. İndi bu hissəni silək. Bu hissəni silək və indi biz nə iş görürük? Biz danışırıq şəkilçilərin yazılışından. Mən hamısı haqqında məlumat verəndən sonra bəzi sözlərin üzərində yəni qeyd edəcəm. Kök şəkil çıxaracam, belə deyə sözləri. Yazaq şəkilçilərin yazılışı. Deməli, qeyd etdik ki, şəkilçilər 1, 2 və 4 cür yazılırlar. Danışaq bir cür yazılanlardan. Deməli, bir cür yazılanlar, bunlar ahəngə tabe olmur. Yəni, ahəng qanunu pozan şəkilçilərdir. Yalnız leksik şəkilçilərdir bunlar. Leksik şəkilçilərdir. Bunlara aiddir hansılar? Deməli, qeyd edə bilərik kar şəkilçisini, keş, dar şəkilçisini, xanım, stam, şünas, pərəst, pərvər, bir variantlı dan şəkilçisini görə bilərik. Deməli, ivi şəkilçisini də görə bilirik. İ və vi. Deməli, və bizim bunların içində millilərimiz var. Milliləri ayrıca yazmaq istədim. Gil şəkilçimiz, daş, sov, lag, şın,
və sal şəkilçimiz var. Qumsal sözündə məsələn. Bunlar milli şəkilçilərimizdir. Bax, işarə eləyək ki, qarışmasın digərlərinə. İndi hərəsinə nümunə deyək. Baxın, kar şəkilçimiz həm isimdən isim düzəldə bilir, həm də isimdən sifət. İsimdən isim düzəltsin, bəstəkar, sənətkar, isimdən sifət də düzəldə bilər tələbkar sözündə. Keş şəkilçimiz zəhmətkeş, qayğıkeş, bunlar isimdən sifət düzəltdi. Azarkeş, tərəfkeş isimdən isim düzəltdi. Dar şəkilçimiz ev, evdar. Baxın, isimdən nə düzəltdi? Sifət. Amma ambardar sözünü verə bilərik. Xəzinədar, hökmdar, bunlar hesabdar sözünü verə bilərik. İsimdən isim düzəldir. Xana yer bildirən isim düzəldir. Xəstəxana, kitabxana, çayxana və s. Stan şəkilçisi də yer bildirən isim düzəldir. Gürcüstan, Əfqanistan və s. Baxın, bunlar ahi qanunu korlayırlar. Özünüz də görə bilərsiniz. Şünas şəkilçimiz, bunlar daha çox elm sahələrinə qoşulur. Musiqişünas, hüquqşünas, ədəbiyyatşünas, yəni ədəbiyyatı öyrənən şəxsdir. Hüquqşünas hüquq elmi ilə məşğul olan şəxsdir. Bunun peşəsidir. Pərəst nə bildirir? Bir şeyə meyilli ola bilər. Məsələn, millətpərəst. Sonra pərvər şəkilçimiz var. Vətənpərvər, qonaqpərvər. Bu şəkilçilərdə sifət düzəldir. Dan şəkilçisi, baxın, burada bir variantlı qeyd etmişik. Bunda güldan, çaydan, qəfədan sözləridir. İsimdən isim düzəldir. Daha çox qabla bağlı anlayışlar bildirir, yəni əşya bildirir. İvi isə isimdən sifət düzəldir. Daha çox əxlaqi, tərbiyəvi, kütləvi, ailəvi, dairəvi, elmi, tibbi, hərbi. Bunlar da alınma sözlərə qoşulur. Ərəb-fars tipli sözlərə qoşulur. Çünki elə alınma şəkilçidir. Aşağıda qeyd etdiklərimiz isə milli şəkilçilərimizdir. Gil şəkilçisini biz burada görürük. Bu əmimgil, xalamgil, bibimgil isimdən isim düzəldir və qohumluq insan anlayışı bildirir. Daş şəkilçisi yoldaş, vətəndaş, bu da insan anlayışı bildirir. Sov, uzun sov sözündə görə bilirik biz bunu. Laq şəkilçimiz var. Deməli, yaylaq, qışlaq, şın, qaraşın, sarışın, sal isə rəqəmsal, qumsal və s. Bunlar da milli şəkilçilərimizdir. Və hamısı bir cür yazılır. Leksik şəkilçi hesab olunur. İndi danışırıq iki cür yazılan şəkilçilərdən. İki cür yazılanlar. İki cür yazılan şəkilçilərimiz, bunların içində deməli AE saytları iştirak edir, yəni açıq saytlərimizdir. Bunlara aiddir AE-YAY, DADE, DANDE, LARLER, LAŞLEŞ, LANLE və s. Bunların içində alınmalar da var. Bunlar içində daha doğrusu leksiklər də və qrammatiklər də var. Məsələn, bunlar qrammatik şəkilçilərdir. Bu ikisi isə leksik şəkilçi hesab olunur. 4 cür yazılanlar isə bunlar I-I-U-Ü saytlarının iştirak etdiyi şəkilçilərdir. Bunlarda biz qapalı saytları görürük. Elə I-I-U-Ü-nü yaza bilərik. L-li, L-lünü, L-qlik, L-qlük, Çı-çi, Çu-çü, Dır-dir, Dur-dür, Mış-miş, Muş-muş, Hüb-hib, Hub-hüb,
və s. Bunların içində leksiklər də var, qrammatiklər də var. Məsələn, lı-li, lu-lu, lık-lik, luk-lük, çı-çi, çu-çu leksikdir. I, u-yu leksik də ola bilər qrammatikdə. Əgər biz onu təsirli və yaxud da mənsup bir şəkilçi kimi işlədiriksə, qrammatikdir. Yox, feildən isim düzəldən şəkilçi kimi veririksə, leksikdir və yaxud da isimdən sifət düzəldən şəkilçi kimi veririksə, leksikdir. Digər şəkilçilər isə adətən qrammatik şəkilçilərdir. O da iki tərəflidir, həm leksik, həm də qrammatik ola bilir. Deməli, E saitini, O saitini və Ö saitini biz adətən şəkilçilərin içində görə bilmirik. Amma istisna sözlərimiz var. Güney sözü, burada ey şəkilçidir. Oxlov sözü, lov şəkilçidir. Uzunsov sözü, burada da sov şəkilçidir və s. Danışırıq indi nədən? Sözünü şəkilçilərdən. Sözünü şəkilçilər adından da göründüyü kimi bu şəkilçilər sözün önündə gəlir. Alınma şəkilçilərdir. Daha çox ərəb, fars və bəziləri də Avropa dillərindən keçmiş şəkilçilərdir. Sözünü şəkilçilər. Deməli, bunlara aiddir. Bi, ba, la, na şəkilçimiz var. A, anti. Bi siz deməkdir. Bi vəfa vəfasız. Bi savad savadsız. Ba şəkilçisi isə əksinə lı-li, lu-lunu bildirir. Ba xəbər, xəbərli, yəni xəbərdar mənasındadır və ba səfa yer, yəni səfalı yer. Bunlar hamısı, yəni dördü ərəb, fars dillərindən gəlib keçmiş şəkilçilərdir. İkisi isə Avropa. La məkan, məkansız. Biz bunu Nəsiminin Samazam qəzəlindən görürük. Məkansız, məkanı olmayan bu dini aid sözdür, Allaha aid olan ifadədir. Na isə olmayan, etməyən mənasındadır. Narazı, razı olmayan, naşükür, şükür etməyən və s. Yəni bunun mənası sizdən çox, daha çox olmayan, etməyən mənasına gəlib çıxır. A da elə normalın əksi, məsələn, anormal. Antidə də məsələn humanist, antihumanist, yəni humanist olmayan, antihumanist, normal olmayan, bu da anormal. Bunlar da söz önü şəkilçilər hesab olunur. Bu şəkilçilərin hamısı leksik şəkilçilərdir. Sözlərin mənasını dəyişdirir, nitq hissəsinə mənsubluğunu da dəyişdirə bilir. Deməli, söz arxası şəkilçilər isə bunlar da sözün sonuna qoşulan şəkilçilərdir, yerdə qalanlar. Yəni bunlar sözün sonuna qoşulur. Həm leksik ola bilir, həm də qrammatik. Onun heç bir problemi yoxdur. Siz, söz, məsəl üçün dırdır, durdur və s. Deməli, bu şəkilçilərdə biz qeyd etdik ki, şəkilçilərin bir variantlı və bunlar söz önü şəkilçilərdir, həm də bir variantlı şəkilçilərdir. Bunlar leksik şəkilçidir. Sonra söz arxası şəkilçilərdən bunlar həm leksik, həm qrammatik şəkilçi ola bilir. Ümumiyyətlə 2 və 4 cür yazılan şəkilçilər qrammatikdir. Bir cür yazılanlar isə leksik şəkilçilərdir. Bir cür yazılanların içində millilər də biz qeyd etdik bayaq onları. Bunu da silək. İndi isə bəzi sözlər ki var, biz onların üzərində işləyək. Və orada göstərək leksik və qrammatik şəkilçilərin yerini. Məsələn,
Sınaqçılarımız sözünü yazaq bura. Sınaqçılarımız. Sözün kökü sınamaq feilidir. Sınayırsan sınaq imtahanında özünü. Bu feildir. Sınaq isə aqaq şəkilçisinin qısıdır. Feildən nə yaratmışıq? İsim yaratmışıq biz burada. Ç bu da leksik şəkilçidir. Lar qrammatik, ımız qrammatik. Sonra burada qazancımız sözü var. Bunu da qeyd edək. Daha çox nisbətən maraqlı və düşündürücü sözlər seçməyə çalışmışam. Qazanmaqdır sözün kökü. Qazanmaq feili. Yəni nəsə pul qazanırsan, bu da olur qazanc. C burada leksik şəkilçidir. Bildiyimiz kimi C-ni biz qoşuruq nəyə? Feildən isim düzəldir. Feilləri qoşuruq. Qazanmaq feilinə qoşuruq. Qazanc isim yaradır. Sevinmək feilinə qoşuruq. Sevinc ismi yaradır. Yəni qazanc, sevinc bunlar feildən düzəlmiş isimlərdir. Imız isə qrammatik şəkilçidir. Sonra bizim burada var azaldılmışdır. Bu sözdə yazmaq istədim. Azaldılmışdır. Az saydı. Azalmaq saydan feil yaratdıq. D isə burada T'dir. Baxın, azaltmaq da burada. Azaltmaq. Il leksik şəkilçidir. Bu da məchul növdür. Mış keçmiş zaman qrammatik. Dır isə xəbərlik şəkilçisi. Bu da qrammatik şəkilçi hesab olunur. Sonra növbəti bizim feilimiz var. Ləngidildik. Ləngidildik. Ləngdir sözün kökü. Ləngimək, ləngitmək. D burada T'dir. İl də leksik şəkilçidir. Di keçmiş zaman qrammatik. Q isə bu da şəxs şəkilçisi qrammatik. Baxın, burada nəyə diqqət yetirək? Sözün kökü ləng sifətidir. Ləng necə? Bu sifətdir. Lənginət bu da feildir. Ləngitmək bu da feildir. Feildən feil düzəldib. Burada T, yəni D əslində T'dir. Niyə görə bəs D kimi yazmışıq? Çünki saitə qoşulub deyə. Biz yadınızdadır, feil haqqında da biz bunu danışmışıq. Ümumiyyətlə, adicə T ilə bitən feillərdir. Məsələn, eşitir olur eşidir. Getir olur gedir. Yəni, bu da həmin formadır. Sadəcə orada T'lar sözün kökündədir. Bu isə şəkilçidədir. Ləngitmək. Kimsə ləngitmək. Baxın, ləngiməkdən ləngitmək yaratmışıq. Feildən feil düzəldən şəkilçidir. Bu il məchul növdür leksik şəkilçi. Dil keçmiş zaman qrammatik. Q isə bu da şəxs şəkilçisinin qrammatikidir. Ümumiyyətlə nəyə baxırıq? Dık dik duk dük şəkilçisinə. Mır mir mur mür şəkilçisinə. Bir də maz məz şəkilçisinə. Burada iki qrammatik şəkilçi var. D, di, keçmiş zaman qrammatik, q isə şəxs sonluqdur. M, inkarın ma mənim m-sıdır. Ir isə indiki zamandır. Yenə burada maz-məz şəkilçisində m, inkarlıq şəkilçisi ma mən şəkilçisinin m-sıdır. Burada a düşüb. Az-əz isə qeyri-qəti gələcək zamandır. Burada arər, r-zıya keçib. Gəlin elə bu haqda danışaq. Məsələn, mən elə sadə sözlərdən danışacağım. Heç çətin bir şeyə toxunmayacağım burada. Baxdıq sözünə diqqət ayıraq. Elə yəni uzun bir söz də verməyəcəm. Baxmaq sözün köküdür. D keçmiş zaman qrammatik, q isə şəxs sonluğudur. Bilmir sözünə baxaq. Biz bu şəkildən danışmışdıq. Harda vurğu dərsində. Bunun açılışı bilmən yerdir. Düzdürmü? Baxın, onda bil sözün köküdür. Mamə qrammatik şəkilçidir, inkardır. Ir, yır, ürür, yer, yer, ürür. Bu da indiki zaman.
qrammatikdir. Yəni hər ikisi qrammatik şəkilçidir. Bəs burada nə baş verib? Bilməyir, gəlib olub bilmir formasında. Bil sözün köküdür. Mamənin inkarı mısıdır. Orada ə düşüb, y-da düşüb. Niyə? Çünki ir şəkilçisi gəlib. Yəni y nə üçün idi? Bitişdirici mövqedə idi. Bitişdiriciyə artıq ehtiyac yoxdur. Çünki ə düşdüyü üçün avtomatik y da düşür. Ir də burada qalır. İndiki zaman qrammatik şəkilçi. Yəni bu şəkilçinin bu sözü siz götürüb bir qrammatik kimi ayırsanız, testin cavabı avtomatik olaraq səhv çıxacaq. Çünki iki qrammatik şəkilçi var burada. Getməz sözündə burada yenə baxın, getməyərdir. Sadəcə getməyər burada dəyişib. Yəni getməyər doğru forma deyil də. Dəyişib olub getməz formasında. Yenə get sözün kökü mamə qrammatik inkar. Arərdə bu da qeyri-qəti gələcək zamanın şəkilçisidir. Nə baş verib? Mamədə ə düşüb m olub. Demək get sözün kökü m olub. Burada qrammatik şəkilçi kimi qalıb. Arərdə də rızıya keçib. Bilirik ki, inkarda belə olur. Bu da olub qeyri-qəti gələcək zaman qrammatik. Yəni bu şəkilçilərdən ümumiyyətlə diqqətli olaq. Sonra laş, ləş və lan, lənnə də söz verəcəm. Bunu özüm istəyirəm, çünki bunu ayırıb-ayırmamaq məsələsi sizə qalıb, sizə təqdim olunan sözdən asılıdır. Biz bu haqda feildə danışmışdıq. Məsələn, yazaq bura, hazırlaşmaq. Hazır necə? Sözün köküdür, bu sifətdir. Hazırlamaq feili, hazırlaşmaq feili. Maq isə qrammatik məstərin şəkilçisidir. Deməli, lan aşını ayıra biləm, çünki dilimizdə hazırlanmaq feili var. Amma gözəlləşmək sözündə gözəl sözü var. Gözəlləmək yoxdur deyə ləş bütöv leksikdir. Mək isə qrammatik. Yəni bu sizə təqdim olunacaq. Sözdən asılıdır. Diqqətli olun. Görün dilimizdə belə bir feil var yoxsa yox. Nə edirəm? Sözü lalə ilə bitirib arxasına maq-mək şəkilçisini qoşuruq. Məsələn, bəzən daha çox abituriyentlərimizdə olur, bu şagirdlərimizdə olur. Ağıllanmaq feilində, indi burada lan lənlə yazaq. Ağıllanmaq feilində ağıl sözün köküdür. Ağıllamaq feili yoxdur, daha düzdür. Burada lan bütöv şəkilçidir, leksik. Maq isə məstər qrammatik. Bəzən şagirdlər deyir ki, müəllim, ağılla sözü var axı dilimizdə. Ağılla sözü dilimizdə var. Amma o nədir? O, əvvəl orada vurğu fərqi var. O heç feil deyil. Qoşmalı söz ola bilər ağılla. Bağlayıcı ola bilər. Zərf düzəldən şəkilçi ola bilər orada. Amma sən nəyə baxırsan? Gör bu feildən düzəldən feildir. Ümumiyyətlə, şəkilçinin mahiyyətinə sən varmalısan. Məsələn, lalə ümumiyyətlə dilimizdə bilirik ki, zərf düzəldən şəkilçi ola bilir, qoşma yarada bilir, bağlayıcı ola bilir. Amma görək burada nədir? Ağılla. Həmin o sözlə ağılla sözü lazımdır bizə. Dilimizdə ağılla sözü var, bəli. İla artırırıq şəkilçi, çünki lalə vurğu qəbul etmir bütün hallarda. Yəni qoşma da olanda və yaxud da zərf düzəldən şəkilçi olanda. Amma ağıllamaq ən gözəli, bax bu sizi çaşdıra bilər. Ən gözəli lalənin sonuna maq-məki artırın. Ağıllamaq sözü varmı? Yoxdur. Ona görə lan bütövdür. Və bu bir leksik şəkilçidir. Amma məsələn, yəhərlənmək, atlar yəhərləndilər. Yəhər sözün köküdür, yəhərləmək, yəhərlənmək. Mək isə qrammatikdir. Deməli, mən bu şəkilçini ayıra
bilərəm. Yəni bu kimi nümunələrdən də diqqətli olun. Məsələn, bura yazaq aydınlaşdırdıq sözünü. Aydın sözün köküdür. Aydınlamaq yoxdur. Laş bütöv. Dır. Bu da leksik şəkilçi. D qrammatik, q qrammatik. Hə, bir də dır-dirdən biz danışmışdıq icbar növü keçəndə. Bu həm leksik ola bilir, həm qrammatik. Burada da danışaq. Dır-dir, dur-dur şəkilçisi. Ola bilsin icbar olacaq. İcbar növü olanda leksikdir. Burada da işi başqasına gördürmüş oluruq. Baxın, gördürmüş dedim. Gördünüzmü? İşi başqasına gördürmüş oluruq. Məsələn, sildirmək sözündə. Yazdırmaq sözündə. Tikdirmək, qazdırmaq və s. Yəni işi başqasına gördürür. Yox, əgər işi başqası görmürsə, bu olacaq feildən feil düzəldən leksik. Feildən feil düzəldən leksikdir bu. Məsələn, çatdırmaq. Məsələn, məktubu çatdırdım sahibinə. Bildirmək, güldürmək, alışdırmaq, yandırmaq, söndürmək, öldürmək, sındırmaq, dəyişdirmək və s. Burada da leksikdir, amma feildən feil düzəldəndə artıq icbarlıq funksiyası daşımayıb. Üçüncüsü də isə şəxs şəkilçisi ola bilir. Xəbərlik, şəxs xəbərlik şəkilçisi ola bilir. Bu nə zaman olur? Ondan sonra maqməki artıra bilmirsiniz artıq. Məsələn, yazmışdır. Onun üzərinə maqməki artıra bilirikmi? Yox. Deməli, bu qrammatikdir, şəxs şəkilçisidir, yaz sözün köküdür, muş keçmiş zaman qrammatikdir, dır isə o da şəxs xəbərli qrammatikdir. Lakin burada birinci və ikinci halda özündən sonra maqməki artırmaq oldu. Sildirmək, baxın, çatdırmaq. Maqməki artıra bildim. Üçüncüdə isə maqməki artıra bilmirəm və burada şəxs xəbərli funksiyasını yerinə yetirməyə xidmət edib olacaq qrammatik şəkilçi. Bunu da silək. Danışaq sözün başlanğıc formasından. Sözün başlanğıc formasının işarəsi bax budur. Kök işarəsinin əksinə, yəni bunu aşağıdan qeyd edəcəksiniz. Sözün başlanğıc forması nədir, necə olur? Sözün başlanğıc forması onun qrammatik şəkilçiyə qədərki hissəsidir. Hər formada burada sözlərdən mən yazacağam sizə. Məsələn, sizə söz verilə bilər bir dənə sadə söz. Yəni təkcə kök olsun orada, heç bir şəkilçi olmasın. Gördüyünüz kimi burada nə leksik şəkilçi var, nə də qrammatik şəkilçi var. Məktəb sözü sözün köküdür və başlanğıc formada bu burada bitir. Məktəb sözüdür. Çünki burada artıq heç bir şəkilçi yoxdur. Bu bizim birincimiz. İkinci, məktəbli sözü verilə bilər sizə. Yəni biz burada kök və leksik şəkilçini görürük. Başlanğıc forma yenə kök və leksik şəkilçi axıra kimi gedib bitəcək. Çünki başlanğıc formanın tərkibinə qrammatik şəkilçi adətən daxil ola bilməz və burada da qrammatik şəkilçi olmadığı üçün biz daxil etməmişik. Üçüncü formada isə məktəblilər sözüdür. Həm leksik, həm qrammatik şəkilçi var burada və başlanğıc formada burada bitəcək. Yəni, baxın, həmin bu hissə lar-lər qrammatik şəkilçi başlanğıc formadan kənarda qalmış oldu. Və əgər sözdə sadəcə qrammatik şəkilçi varsa, məktəblər
Yəni leksik şəkilçisi yoxdursa bu sözün, məktəb sözün kökü lər qrammatik, başlanğıc forma lar lər. Yəni bu hissə artıq çöldə qalacaq. Başlanğıc forma məktəbdir. Burada nə anladıq? Anladıq ki, qrammatik şəkilçini başlanğıc formanın tərkibinə daxil etmirik. Qrammatik şəkilçi başlanğıc formadan çöldə qalıb. Məsələn, sizə sual düşə bilər ki, hansı söz başlanğıc formadan kənara çıxıb, nə lazımdır? Leksikdən sonra qrammatik gəlsin. Yəni başlanğıc formadan kənara çıxıb, baxın bu hissə kənara çıxıb artıq. Bax, bu hissədir, hansı ki, kənarda nəsə qaldı və yaxud da bura başlanğıc formadan kənara çıxıb. Amma birinci və ikinci sözümüz başlanğıc formadan kənara çıxmayıb. Çünki burada qrammatik şəkilçi yoxdur. Elə söz başlanğıc formada da bitib. Amma üçüncü və dördüncü yazdığımız sözlərdə sözlər başlanğıc formadan kənara çıxmış olub. Bu şəkildə bizim bəzi şəkilçilərimiz, ümumiyyətlə Azərbaycan dilində əvvəlcə leksik şəkilçi gəlməlidir, sonra qrammatik şəkilçi gəlməlidir. Yəni doğrusu budur. Lakin bizdə 4 şəkilçi var ki, bu şəkilçi özündən əvvəlcə daha doğrusu bu şəkilçidə qrammatik şəkilçi gəlir, sonra leksik. Bunlar hansı şəkilçilərdir? Gil şəkilçisini biz görə bilirik. Dakidəki, Kil-ki, kül-kü şəkilçisini görə bilirik. Bir də sı-si, su-süzü görə bilirik. Baxın, gil şəkilçisinə söz yazaq. Əmimgil, xalamgil. Yəni bunlar qohumluq əlaqəsini bildirən sözlər yaradır. İsimdən isim düzəltdi. Bir variantlı şəkilçidir və milli şəkilçidir bu gil şəkilçisi. Əmi sözün köküdür. Düzdürmü? M burada mənsubiyyətdir, qrammatikdir. Gil leksikdir. Yəni sözün başlanğıc forması deməli burada pozulmuş oldu. Necə pozulmuş oldu daha doğrusu? Yəni normalda leksik, qrammatik gəlməlidir. Burada qrammatik, leksik gəlib. Bu belə. İkinci yazaq dakidəki. Baxın, bu dakidəki şəkilçisi sözün başlanğıc formasını pozada bilər, pozmaya da bilər. Hər iki formanı yazacağam. Məsələn, əgər biz bunu yazsaq, evlərdəki, ev sözün kökü, lər cəm, qrammatik, dəki leksik. Baxın, sözün başlanğıc forması deməli, bu sözdə sözün başlanğıc forması evlərdəki elə sona kimi aparacaq. Çünki dəki leksik şəkilçidir. Əvvəlcə qrammatik şəkilçi gəlib, sonra leksik. Amma evdəkilər sözündə baxın, heç bir qaydadan kənar hadisə baş verməyib. Ev sözün köküdür. Dakidəki leksik, lar-lər qrammatik şəkilçidir. Başlanğıc forma evdəki sözündə bitir. Yəni bu dakidəki ikili rol oynayır. Həm özündən qabaq bu leksik qrammatik də ola bilir. Yəni baxın, birinci sözümüzdə özündən öncə qrammatik şəkilçini gətirdi. Sonra leksik şəkilçi olaraq özü gəldi. Amma ikinci sözümüzdə, evdəkilər sözündə əvvəlcə özü gəldi, sonra qrammatik şəkilçini gətirmiş oldu. Bir də onu vurğulayım ki, dakidəki şəkilçisini qətiyyən və qətiyyən ayırmaq olmaz. Bu şəkilçi həmişə bütövdür. Daha da yerli, kal, kökünü hansı bir şəkilçi kimi götürmək, yəni qətiyyən belə bir hal müşahidə edilməməlidir, yoxdur. Ki, kül-kü şəkilçisini biz nə zaman görmüşük? Zərfdən sifət yaradarkən. Axşamki, dünənki, bu bildiyimiz normal şəkilçidir. Qaydadan kənar hadisə baş verməyib. Qayda nə idi? Əvvəlcə leksik gəlməlidir, sonra qrammatik. Burada da sözün kökü, sonra da leksik gəlibdir, düzdürmü? Amma bizimki, səninki sözlərində bax buradadır. Biz sözün kökü im qrammatik şəkilçidir, yəli kal, ki isə leksik şəkilçidir, başlanğıc forma burada bitdi. Deməli, bu da
ikili rol oynaya bilir. Həm yəni məsələn, gil şəkilçisi həmişə özündən qabaq qrammatik şəkilçini gətirir. Amma daki də, dəki və ki, kü eyni zamanda siz, süz qrammatik şəkilçini özündən qabaq da gətirə bilər, özündən sonra da gətirə bilər. Siz, süzdə də bunu görürsüz. Məsəl üçün, kitab, sızlar. Bu tərəfdə isə yazaq kitablarsız. Təbii ki, sözün mənası da dəyişir. Kitab, sızlar. Yəni kitabı olmayan şəxslər. Başlanğıc forma burada bitdi. Heç bir qadadan kənar hadisə baş verməyib. Kitab, sızlar. Burada isə baxın, başlanğıc formanın tərkibinə qrammatik şəkilçi daxil olub. Çünki əvvəlcə qrammatik gəlib, sonra leksik. Deməli, bu ikinci, üçüncü və dördüncü şəkilçiyə aiddir. Son üç şəkilçiyə aiddir ki, gil şəkilçisi həmişə özündən qabaq qrammatik gətirir deyə başlanğıc formanın tərkibinə qrammatik şəkilçi daxil olur. İkinci, üçüncü, dördüncü şəkilçilərimiz, yəni daki, kü və siz, süz şəkilçilərimiz isə həm elə ola bilir, həm belə. Yəni özündən öncə qrammatik şəkilçini gətirə də bilir, özündən sonra da gətirə bilir. Ona görə də qrammatik şəkilçi başlanğıc formanın tərkibinə daxil ola da bilər, olmaya da bilər. Burada diqqətli olacaq. İndi danışırıq nədən? Bitişdirici samitlərdən. Bunlara aiddir y, n və s samitləri. Bunlar nə zaman istifadə olunur? Sözün sonu saitlə bitəndə və şəkilçidə samitlə başlayanda aralarına samitlə başlayan, həmin bu, daha doğrusu samit olan bu 3 samiti əlavə edə bilərik. Məsəl üçün, baba üstə A şəkilçisini əlavə edirik, düzdürmü? Baba A ola bilməz axı. Burada y bitişdiricidir. A isə yönlük halın şəkilçisi. Və yaxud da n. Körpünün sözünü yazaq. Körpü sözün köküdür. N üstə bu yiyəlik halın şəkilçisidir. N isə bitişdirici funksiyasını yerinə yetirir. Baxın, özündən öncə sait gəlib, özündən sonra da sait gəlib. Bu iki saiti birləşdirib, bitişdirib. S samitində biz onu görə bilirik. Əmisi. Bu da mənsubiyyət şəkilçisidir. Əmi, sait ilə bitdi. O da sait ilə başladı. S isə burada bitişdirici funksiyanı yerinə yetirməyə xidmət etdi. Bu nə zaman olur? Saitlə başlayan şəkilçilərimizdə, yəni isimin yiyəlik, yönlük və təsirli hallarında, mənsubiyyət şəkilçilərində biz bunu görə bilirik və s. Bəzən ola bilər ki, məsələn, onda, bunda sözündə o, üstə n, üstə da və yaxud da bu. Üstə gəl n, üstə gəl da. Baxın, bu d axı samitdir, sait deyil. Bəs niyə görə burada n bitişdiricisindən istifadə etdik? Bəli, burada biz deyəcəyik ki, bitişdirici samitin özünə aid olmayan funksiyasıdır bu. Sonra sözün quruluşca növləri. Sözlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur. Sadələr bir kökdən və yaxud da kök və qrammatik şəkilçidən ibarət olur. Düzəltmələr tərkibində leksik şəkilçi olan sözlər düzəltmədir. Bir dənə də ola bilər, 5 dənə də ola bilər. Heç bir problem yoxdur. Əsas odur ki, bir dənə leksik şəkilçi olsun. Mürəkkəblər isə 2 və daha artıq sözdən ibarət olur. Bunlar da bitişik, devislər və ayrı yazılırlar. Mən buraya yazacağam. Bitişik yazılanları, sözün deməli quruluş növlərini bitişik mürəkkəblərin içində bitişik yazılanlara aiddir hansılar? Biz görə bilərik burada bitişik yazılanlar müxtəlif mənalı. Baxın, bunun müxtəlif diksiyələrində görə bilərik. İsimdə, sifətdə, feildə də görə bilərik. Zərfdə də görə bilərik və s.
Müxtəlif mənalı sözlərin birləşməsindən yarananlardır bunlar. Məsələn, dəvə-dabanı. Bu bir isimdir. Məsələn, sifətdə mavi gözlü. Nə bilim, feildə sağollaşmaq və s. Zərfdə addımbaşı dil ucu. Və yaxud da biz burada verə bilərik bitişik yazanlara bitişdiricilərin köməyi ilə. A-H bitişdiriciləri ola bilər. B-B bitişdiriciləri ola bilər. Məsələn, vur-ha vur. Gəl-ha gəl. Taybatay. Rəngbərəng və s. Yəni biz bunları isimdə, sifətdə və zərfdə görə bilirik. İlk hissələrində bundan ayrıca danışmışıq deyə bir-bir burada qeyd etməyəcəm bunları. Devslə yazılanlara isə aiddir. Yaxın mənalı sözün birləşməsindən yarananları var. Əks mənalı sözün birləşməsindən yarananları var. Yazaq devslə yazılanlar. Baxın, bu tire deyil ha, devsdir. Devs balaca belə xəttdir. Tire daha uzundur. Yəni daha bunun 2 mislinə bərabərdir devsin. Tire başqa məqsədlə işlədilir. Biz bunu vasitəsində istifadə edirik. Cümlə üzvlərinin əlavəsində, yəni əlavə ilə əlavə olunan üzvün arasında istifadə edirik. Həmcins üzvlərdə ümumiləşdirici sözdə istifadə edirik. Bu işarət tiredir. Amma bizə devs lazımdır, ondan daha balaca. Və devs duruq işarəsi deyil, eyni zamanda bunu da bilmiş olaq. Bunlara aid yaxın mənalı sözlərin birləşməsindən yarananlar. Məsələn, oğul uşaq. Oğul uşaq. Bu isimdə də var, sifətdə də var. Məsələn, sifətdə var güllü çiçəkli. Əks mənalılar var. Gecə gündüz, yer göy. Bir tərəfi məna ifadə etməyən və yaxud da bir və yaxud da hər iki tərəfi. Bir yaxud iki tərəfi. Tərəfi. Məna ifadə etməyən sözlər ola bilər. Kağız, koğuz var. Məsələn, koğuz sözü yoxdur dilimizdə, bunun mənası yoxdur. Məsələn, için sözü var. Dizin var. Sonra izafət tərkiblərini biz görə bilərik. Tərcümeyi hal sözü var burada, həddi buluq. Nöqteyi nəzər var. Yəni bunların bir tərəfi ərəb sözdür, bir tərəfi fars sözdür. İzafət tərkibləri. Məsələn, yazaq tərcümeyi hal. Sonra əks sözü, ober sözü, visse sözünün, kontur sözünün köməyi ilə yarananları var. Bunları da yazırıq biz devslə. Əks hücum, kontur admiral, ober leytenant. Ober leytenant. Vitse-prezident və s. Bunlar da deməli nə oldu? Devslə yazılan mürəkkəb sözlərə aid oldu. Sonra eyni sözün təkrarları yarana bilər. Məsələn, tez-tez, gec-gec və s. Mürəkkəb sözlər ayrı da yazıla bilərlər. Biz bunu görə bilirik sayda. Məsəl üçün 19, 28 və s.
Feillərdə görüyor olmaq, etmək, bilmək tipli sözlər də görə bilərik. Bu şəkildə. İndi gəlirik bizə ən vacib mövzulardan birinə. Söz nədən düzəlib? Baxın, sözün düzəldiyi sözü tapırıq biz. Söz nədən düzəlib? Söz nədən düzəlib? Bunu müəyyənləşdirmək üçün ilk öncə söz və şəkilçini, sözün kök və şəkilçini düzgün şəkildə ayırmaq lazımdır. Yazaq. Dadlı sözün yazaq məsələn. Bir də döyüşkənlik sözün yazaq. Dadlı sözündə dad sözün kökdə l leksik şəkilçidir. Nə yaratmışıq? İsimdən sifət yaratmışıq. Söz nədən düzəlib? Deyirsən, sözü kök və şəkilçiyə ayırdıq. Bu bizim birinci işimiz. Sonra nə iş görürük? Sonuncu leksik şəkilçini bağlayırıq. Əlimizdə nə qalırsa, o sözün düzəldiyi sözdür. Sözdə əgər bir leksik şəkilçi varsa, sözün kökü ilə onun düzəldiyi söz eyni sözdür. Dadlı sözündə bir leksik şəkilçi var, l. Deməli, l-nı əlimdə bağlayanda, yəni mən burada l-nı yox sayanda, elə bilin ki, yoxdur da bu. Baxın, əlimdə nə qalacaq burada? Dad sözü. Sözün kökü də daddır, düzəldiyi nitq hissəsi də daddır. Deməli, kök və düzəldiyi söz eyni söz olacaq. Çünki əlimdə başqa söz yoxdur. Olacaq dad ismi. İsmi. Dad ismi. Düzdürmü? Döyüşkənli sözündə isə vəziyyət bu şəkildə davam edəcək. Sadəcə burada leksik şəkilçinin sayı birdən çoxdur. Döyməkdir sözün kökü. Döyüşmək, döyüşkən, döyüşkənlik. Gəlin baxaq. Döymək feildir. Döyüş ismi də var, sifəti də var. İndi biz bunu necə, sifət yox, əslində isim və feili var. Döyüş başladı, nə başladı? İsim. Get onlarla döyüşnəyət, bu da feildir. Bəs biz bunu necə müəyyənləşdirək ki, bu isimdir yoxsa feildir? Baxıram nəyə? Kən şəkilçisi nədən nə yaradır? Çalışqan, sürüşkən. Aha. Deməli, bu feildən sifət yaratdı. Deməli, döyüş sözdən nə olmalıdır? Olmalıdır feil. Başqa sözlə tapıb yoxlayıram. Döyüşkən necə? Bu olsun sifət. Döyüşkənlik nə? Bu da olacaq isim. Aha. Sözün son leksik şəkilçisi likdir. Baxın, bizə bunun qrammatik nə olduğu önəmli deyil. Lap burada qrammatik gəlsin. 10 dənə qrammatik şəkilçi gəlsin. Onun bizim üçün heç bir önəmi yoxdur. Bizə lazım olan leksik şəkilçidir. Burada lıq-lik əlimdə bağladım. Yəni, mən bunun üstünü qaralayıram ki, sanki görməzdən gələk. Əlimdə nə qaldı? Döyüşkən. Bu da nə oldu? Sifət. Deməli, kökü döy feildir. Kökü bunun döy feilidir. Amma düzəldiyi söz, yəni yarandığı söz döyüşkən sifətidir. Vəssalam. Bu şəkildə bunu tapırıq. Digər sözlərimizə də aiddir bu qayda. Aha, bir də mən bəzi sözlər var, onları iki cür anlaya bilərik. Belə sözlər sizə cümlə daxilində veriləcək, tək olaraq verilib. Bunu kök və şəkilçi ayırmağı sizdən istəyə bilməzlər. Bununla danışacağım. Bunlardan biri ayaqlanmaq sözüdür. Baxın, deyirəm ki, palçıq ayaqlandı. Belə bir cümlə yazıram bura. Palçıq ayaqlandı.
Ayaq sözün köküdür. Ayaqla, ayaqlandı. Burada lanla nı ayıram. Niyə? Palçığı ayaqlaya bilirsən. Və ayaqlandı deyirəmsə, artıq burada n, ın, in, un, ünün ısı düşmüş formasıdır. Yəni məhcun növün şəkilsidir. Yəni ayaqla sözündən ayaqlan yaratmısan. Amma xalq ayaqlandı. Yəni hərəkətə gəlib də, artıq üsyana hazırlaşır. Ayaq sözün köküdür yenə. Onda ayaqlamırsan ki, xalqı. Əksinə, xalq özü əzilmək istəmir, özü hüququnu müdafiə edir. Və lan burada bütövdür, d yenə qrammatik bu heç. Və yaxud da xəstə ayaqlandı. Yenə xəstəni ayaqlanmırsan. Əksinə xəstə artıq halı normallaşır, vəziyyəti yaxşılaşır. Lan burada bütövdür, d keçmiş zaman qrammatik. Yəni bu şəkildə bura fikir verək. Bir də daşlaşmaq feili var. Biz bu haqda səhv etmirəmsə feil bölməsində danışmışdıq. Amma yenə burada da deyim. Məsələn, deyə bilərəm, sement daşlaşdı. Uşaqlar daşlaşdılar. Daş sözün köküdür. Daşlanmaq, sementi daşlamırıq ki. Yəni öz-özünə qalır və bərkir də bu. Laş burada bütövdür. Amma uşaqlar daşlaşanda bir-birinə daş atırlar, daşlayırlar bir-birini. Buna görə də la və ş-nı ayırıram burada. D keçmiş zaman qrammatik. Lar isə bu da qrammatik şəkilçimizdir. Bu şəkilçilərdən diqqətli olun. Məsələn, rastlaşmaq sözündə la-la ş-nı ayırmayacaqsınız. Azərbaycan dilində rastlamaq sözü yoxdur. Türkiyə türkçəsində ola bilər, amma bizdə yoxdur bu söz. Lüğətə baxarıqsa bunu görə bilirik. Rast sözün köküdür, laş bütövdür, maq da qrammatikdir. Sonra yumşalmaq sözündə buradan yazmaq istəyirəm. Testimizə düşüb bunu bəzən şagirdlərimiz yanlış ayırırlar kök şəkilçiyə. Yumşamaq sözü yoxdur, baxın. Yumşal bütövdür. Maq qrammatikdir. Yəni burada l leksik şəkilçi deyil. L sözün tərkibinə, kökünə daxildir. Bu şəkildə. Sonra belə bir cümlə qarşımıza çıxa bilər. Meyvələr sulandı. Yetişdi. Baxın, belə də yazılıb. Yəni yetişdi də yazılıb bizə. Ki, kömək etsin. Burada su sözün köküdür. Onda biz bunu sulamırıq ki. Yəni şlanqla və yaxud da hansısa bir vasitə ilə sulamırıq ki, burada sulandı, yəni şirələndi. Yetişdi. Təbii ki, yetişəndə şirələnir də bu meyvə. Bunun qabiliyyəti, xüsusiyyəti budur. Lan burada bütövdür. D keçmiş zaman qrammatik. Və bu lan burada bütöv olduğu üçün buna biz məlum növ deyəcəyik. Ay müəllim, axı meyvə özünə sulanır bilirəm. Sadəcə sənin kök şəkilçini ayıranda əlində lan şəkilçisi var, lan ləm. Bu qadir növün şəkilçisi deyil. Qadir növün şəkilçisi ın və yaxud da n şəkilçisidir. Sən bu şəkilçini burada görmürsən, ona görə də götürə bilməzsən. Bunu məlum növ götürəcəksən, çünki şəkilçi bütövdür. Amma ağaclar sulandı deyirəmsə, yəni buna su vermişik də. Görürsünüz, burada yetişdi niyə görə gəlib? Bizə kömək eləmək üçün. Burada isə ağaclar sulandı formasındadır. Su sözün köküdür. Suluyursan və sulanır. Lananı ayıra bilərsən. Məsələn, ağzım sulandı, yenə lanı bütöv götürəcəksən. Çünki ağıza heç kim sulamır. Yəni, lanı ayıra bilməzsən. Kabab sulandı. Kababın üstünə su tökmürsən ki, yəni sulamırsan da onu. Sadəcə o ətə isti keçdikcə, onda da yəni o su əmələ gəlir, belə deyək də, o proses olaraq
Bu da bütövdür. Yəni burada diqqətli olmağımız lazımdır. Məncə hər bir şeyi dedik. Söz yaradıcılığından, sözün kök və şəkilçisindən bu qədər. Sağ olun, salamat qalın.